Salam əziz izləyicilərimiz. Hər vaxtınız xeyirli, uğurlu olsun. Bugün sizlərlə birlikdə K-nın bağlayıcı, ədat yoxsa şəkilçi olmasını aydınlaşdıracağıq. Hansı məqamlarda biz bunu bağlayıcı kimi götürməliyik, hansı məqamlarda şəkilçi, hansı məqamlarda isə ədat kimi götürməliyik. Gəlin başlayaq şəkilçidən. K, Q, isim düzəldən leksik şəkilçi ola bilər. Yazaq bura isim düzəldən leksik. Yəni söz düzəldici. Qısaca leksik şəkilçinin şərti işarəsini qoydum ora. Sifət düzəldən leksik şəkilçi ola bilər. Sifət düzəldən. Yenə də leksik sözünü uzun-uzun yazmıram. Sadəcə olaraq şərti işarəsini qoyuram. Hər iki halda sözə bitişik yazılır. İsim düzəldən leksik şəkilçi olduğu zaman yiyəli halda olan əvəzliklərə qoşulur. Məsələn, mənimki, səninki, bizimki, özümüzünki, özümüzünki. Deməli, isim düzəldən leksik onda necə olur? Yiyəli halda olan əvəzliklər üzərinə atılır. Bura qeyd kimi yazıram. Yiyəli halda əvəzlik. Məsələn, mən yiyəli hal ki, isim düzəldən leksik. Deyəcəksiniz ki, axı yiyəli halın şəkilçisi ındır, necə oldu im? Mən və biz əvəzliyi yiyəli halda im şəkilçisini qəbul edir. Mənimki evdə qalıb. Nə evdə qalıb? Mənimki. Həqiqətən də görürsünüzmü? İsmin sualına cavab verir. Özümüzünki burada deyil. Nə burada deyil? Özümüzünki. Həqiqətən də ismin sualına cavab verir. Bunun da təhlili belə olacaqdır. Biz bilirik ki, kökü leksik şəkilçimiz özündən qabaq qrammatik şəkilçi qəbul edə bilən 4 şəkilçidən biri. Digərləri daki, sus, sussüz və gil idi. Deməli, sifət düzəldən leksik şəkilçi olduğu zaman isə adətən zaman mənalı sözlərin üzərinə və yaxud da zərflərin üzərinə artırılır və əvəzliyin üzərinə də artırıla bilər. Məsələn, gəlin hər ikisinə aid nümunə yazaq. Məsələn, bayaqkı hadisə. Hansı hadisə? Görürsünüzmü? Həm sifətin sualına cavab verir. Bu zərfin üzərinə atılır demək istəyirəm. Zərf üstə gəlsin ki, kökü. Elə bilərsiniz ki, bayaqki zərfdir, xeyr, sifətdir. Əvəzliyin üzərinə artırılır ki, kökü. Məsələn, həminki iş mənim xoşuma gəlmədi. Hansı iş mənim xoşuma gəlmədi? Həminki iş mənim xoşuma gəlmədi. Yenə də sifətin sualına cavab verdi. Bu arada onu da söyleyeyim ki, kökü şəkilçisi ilə düzələn sifətlər yalnız və yalnız hansı sualına cavab verəcəkdir. Sifətin digər necə və nə cür suallarına cavab vermir. Bu iki şəkilçinin, yəni isim düzəldəndə də, sifət düzəldəndə də bitişik yazılmasını unutmayaq. İsim düzəldəndə yiyəli halda olan əvəzliyin üzərinə artırılır. Sifət düzəldəndə isə adətən zərf və əvəzliyin üzərinə artırılaraq işlənib hansı sualına cavab verir. İsim düzəldəndə də ismin sualına cavab verəcəkdir. Bu aydın məsələdir. Keçək bağlayıcı yoxsa ədat olma məsələsinə. Bağlayıcı olarsa aydınlaşdırma bağlayıcısı olur. Yazıram bura aydınlaşdırma bağlayıcısı. Bütöv yazaq, çaşqınlıq olmasın. Aydınlaşdırma bağlayıcısı olarsa özündən sonra vergül olur. Birinci şərti budur. Özündən sonra vergül işarəsi. İndi təbii ki, nümunələrdə bu qədər asan verməyəcək bizə. Vergülü bilərəkdən buraxacaq. Sualın şərtində yazacaq ki, durğu işarələri məqsəd yönlü şəkildə buraxılmışdır. Vergülü qoymayacaq. Vergül olmasa mən hardan bilim bağlayıcıdır. Xəbərdən sonra gəlmə məqamına fikir verməliyik. Xəbərdən sonra gəlir. Məsələn, gəlin bir nümunə yazaq. Mən dərsə gəldim ki, mən dərsə gəldim ki, baxın, burada gəldim xəbərdə, xəbərdən sonra gəlib, özündən sonra da vergülünü qoydum. Cümləmizi davam eləyək.
yeni qaydanı yaxşı mənimsəyim. Yaxşı mənimsəyim. Buradakı həm xəbərdən sonra gəlib, həm də özündən sonra vergül olduğu üçün və aydınlaşdırma funksiyasında işləndiyi üçün aydınlaşdırır da izah edir. Ona görə də bağlayıcı oldu. Başqa nə ola bilərdi? Başqa ədəd ola bilərdi. Ədəd olarsa iki məna növündə olacaq. Həm qüvvətləndirici ədəd ola bilər, həm də sual ədədi ola bilər. Qüvvətləndirici. Qüvvətləndirici ədədimiz ki, sadəcə olaraq emosionallığı artırmaq xidmət eləyir. Məsələn, bir nümunə göstərək. Orada vergül işarəsi olmur və cümlədən çıxara bilirsiniz rahatlıqla. Mən ki, gözəl deyiləm. Burada mən gözəl deyiləm. Ki-ni həm çıxara bilirəm, həm özündən sonra vergül yoxdur, həm də xəbərdən sonra gəlməyibdir. Həm də ki, sual ədəti ola bilir. Bu zaman təbii ki, sual cümləsində iştirak eləyəcək. Məsələn, dərsə gəlmirsən ki, görürsünüz, sual yaratdı. Yenə də emosionallığı artırmaq məqsədilə istifadə olunur. Yəni cümlədən çıxara bilərsiniz bunu. Dərsə gəlmirsən, heç problem olmur. Ədəd yəni cümlədən çıxardığımız zaman sadəcə cümlənin emosionallığı, təsir gücü bir qədər zəifləyir, amma başqa bir problem yoxdur. Yenə də görürsünüzmü? Deyərsiniz ki, müəllimə burada bəs feil xəbərdən sonra gəlibdi, bağlayıcı deyilmi? Bağlayıcıda həm özündən sonra vergül olmadı, həm də bağlayıcı ki, bağlayıcı cümlələri bir-birinə bağlayır. Baxın, burada nəyə bağlayır? Sual işarəsindən gəlmirsə sözünü bağlamayacaq ki. Ona görə də burada ədəd kimi götürürük. 4 məqamın 4-ünü də sizə izah elədim. İndi gəlin nümunələr üzərindən mənimsəyib, mənimsəmədiyimizi aydınlaşdıraq. 9-cu siniflər üçün olan Azərbaycan dili test topumuzdan köməkçi nitq hissələri bölməsindən ki ilə bağlı suallara baxırıq. Birinci sualımız 8-ci sualdır. Ki-nin işlənmə məqamlarına əsasən düzgün ardıcıllığı müəyyən edin. Sən ki belə deyildin. Görürsünüzmü? Xəbərdən sonra gəlməyib, birləşik yazılmayıb ki, şəkilçi deyim. Xəbərdən sonra gəlsə də bağlayıcı deyərdim. Vergül olsaydı bağlayıcı deyərdim. Demək ki, bu ədəddir. Birincisi ədəd olan variantları saxlayıram. Xəbərdən sonra gəlib, özündən sonra vergül olduğu üçün ikincisi bağlayıcıdır. Bitişik yazıldığı üçün leksik şəkilçidir. Deməli, ədəd, bağlayıcı, leksik şəkilçi Y variantını götürəcəyəm. Baxırıq, növbəti sualımız burada. Öncədən işarələmişəm ki, vaxt itməsin. Bir xeyli sual yoxdur artıq burada ki ilə bağlı. Növbəti sualımız 124-də çıxır. Hansı da bağlayıcı kimi işlənib? Əlbəttə ki, vergül olmalıdır özündən sonra. Vergül bir dənə Y-də var. Həm də yaraşmaz ki, xəbərdən sonra gəlib. Lakin A variantından baxaq. Ürəyindəkiləri yaddan çıxar. Burada ki deyil. Ürək, ürəyin, ürəyindəki. Burada dəkidir. Dakı şəkilçisini bir təhlil eləməz. Bildir ki, burada bitişik yazıldığı üçün sifət düzəldən leksik şəkilçidir. Bağdakı. Baxın, uşaqların çoxu dakını ayrı təhlil edir, lakin dakı bütöv leksikdir. Bir də aki aşı şəkilçilərində, aki əki şəkilçilərində diqqətli olun, o da birdir. Məsələn, yamaki. Sonra. Mən ki, burada ədaddır, çünki həm özündən sonra vergül yoxdur, həm də xəbərdən sonra gəlməyibdir. Növbəti sualımız 160. Ədaddır. Vergüllər görürsünüz məqsədli şəkildə buraxılmışdır. Bu işdən xəbərin yoxdur ki, sual ədatıdır. Elə A variantı. Atalar deyib ki, xəbərdən sonra gəldiyi üçün bu bağlayıcıdır. Mən bilirəm ki, xəbərdən sonra gəlir bağlayıcıdır. Evdən çıxırdım ki, xəbərdən sonra gəlir bağlayıcıdır. Onda gözümü açdım ki, xəbərdən sonra gəlir bağlayıcıdır. 178. Ki-nin bağlayıcı kimi işləndiyi cümləni müəyyən edin. Bitişik yazılıbsa bu leksik şəkilçidir. Yəli, hallı əvəzlikdən sonra gəlib isim düzəldəndir. Xəbərdən sonra gəlməyib, vergülü yoxdur, ədaddır. Anlat ki, xəbərdən sonra gəlib, vergülü var, bağlayıcıdır. Xəbərdən sonra gəlməyib, ədaddır. Kaş ki, o bir də bu yerlərə gələydi. Yenə də xəbərdən sonra gəlmədiyi üçün və özündən sonra vergülü olmadığı üçün ədaddır.
Növbəti sualımız 182. Ədat kimi işlənib, lakin durğuş şairləri buraxılmışdır. Xəbərdən sonra gələn bağlayıcı götürdüyüm üçün A-nı, C-ni və Y variantlarını çıxıram. Bunlar ədat deyirlər, bağlayıcıdırlar. D variantında isə bitişik yazılıb deyə şəkilçidir. Cavabımız olur B variantı. Sən ki, belə deyildin. Ki, hansı növdə ədat kimi işlənməmişdir. Mütləq tünd hərflərlə yazılmış sözün. Hətta altından da bir də xətt çəkin ki, biləsiniz ki, təsdiq soruşu yoxsa inkar. Yəni ədat olmayan istəyir bizdən. Bir şagird ki, baxın ədatdır. Çünki həm vergülü yoxdur, həm də ki xəbərdən sonra deyil, bitişik deyil. Burada özündən sonra vergül var və xəbərdən sonra da burada bağlayıcıdır, ədat deyil. Sual ədatıdır. Ədatdır. Niyə? Çünki sadəcə o cümlənin emosionallığını, təsir gücünü artırır və özündən sonra vergülü yoxdur, xəbərdən sonra gəlməyib. Başqa bir sualımız 2 ilə bağlı yoxdur. Ümid edirəm ki, ki-ni fərqləndirə biləcəksiniz, müstəqil şəkildə işləyə biləcəksiniz. Əlavə nəsə sualınız varsa, şərh bölməsində yazmağı unutmayın. Bizə dəstək olmağınız üçün kanala abunə olmağınız, videonu bəyənməyiniz, şərh yazmağınız, dostlarınızla bölüşməyiniz, digər şagirdlərə, abituriyentlərə atmağınız bizim üçün sevindirici hal olar.